Avropanın İsyanında Belev Hava Tələqatları Mərkəzinin model proqramlarının yenilənmiş məlumatlarına əsasən bu modeldə biz yağıntı parametrləri haqqında ümumi analizəsini diqqətə çatdırırıq. Xüsusilə də aprel ayının 14-də axşam saatlarına qədər olan müddət ərzində yüksək bir ehtimalla Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Lakin bugünkü modellərin yenilənmiş məlumatların təhlilləri onu göstərir ki, xüsusən də Avropanın İsyanında Belev Hava Tələqatları Mərkəzinin 100-dən artıq ansambl modelləri bu təhlilləri göstərir ki, aprel ayının 15-i, 16-sı və 17-si də qeyri-sabit hava şəraiti Qafqazın cənubunda baş verə bilər. Lakin bu ehtimal 10-15%dir. Az bir ehtimal olsa da bu risk var. Bu riskin olması onu göstərir ki, bu modelləri daha tez analiz etmək lazımdır. Aprel ayının 13-14-də qeyri-sabit hava şəraiti davam edəcək. Lakin aprel ayının 14 axşama doğru Azərbaycan ərazisində hava şəraitinin nisbətən sabitləşməsi ehtimalı var. Lakin burada bir məsələ var ki, həm Qazaxıstan ərazisində, həm də Rusiyanın cənubundan iki ayrı bir ekstratropik siklon sistemi keçməsi gözlənir. Aprel ayının 14-də həm Rusiyanın qərbində, daha doğrusu Rusiyanın cənub-qərbində ekstratropik siklon sistemi Xəzər dənizi ərazisindən Rusiyanın qərbinə doğru yaxınlaşacaq. Deməli, Xəzər dənizi ərazicə kiçik bir ərazi olsa da, yəni okean qədər böyük olmasa da, Xəzər dənizində özünə məxsus bir iqlim dəyişikliyi nəticəsində ciddi bir sistemləri formalaşdıra bilir. Yəni biz artıq 2026-cı ilkilərini görürük ki, 3-4 dəfəyə yaxın ekstratropik siklon sistemlərinin aktiv inkişafı müşahidə edilir. Artıq aprel ayının 13 axşama doğru Xəzər dənizi şimalında intensiv, güclü deyilə biləcək, geniş əraziləri əhatə etməsi gözlənən bir ekstratropik siklon sisteminin aktiv inkişafı gözlənir. Bu sistem, bir çox modellər bunu göstərir ki, bu sistem Rusiyanın qərbinə doğru yaxınlaşacaq, Rusiyanın qərbindən hətta Avropaya doğru yaxınlaşacaq. Lakin ikinci sistem isə aprel ayının 14-ü Qazaxıstan ərazisində formalaşacaq. Yəni Azərbaycan ərazisi iki ekstratropik siklon sisteminin yaxınlığında yerləşəcəyi üçün aprel ayının 15-i, 16-sı, 17-sində də qeyri-sabit hava şəraiti müşahidə edilə bilər. Yəni bu modelləri tez analiz etməyə dəyər. Çünki bu sistem çox mürəkkəb bir sistemdir. Ola bilsin ki, Qazaxıstan arasındakı sistem istiqamətini dəyişsin və Qafqaz ərazisinə doğru yaxınlaşsın. Əgər bu real zaman ərzində baş verərsə, bu ehtimal 10-15% olsa da bu ehtimal arta bilər. Bu proses real zaman ərzində baş verərsə, onda bu sistemin Qafqaz ərazisinə daxil olması nəticəsində Qafqazın Cənubi Azərbaycan ərazisində aprel ayının 17-sinə qədər arabir leysan xarakterli yağıntılar davam edə bilər. Lakin ən dəqiq isə bizə onu deyə bilər ki, aprel ayının 14-də axşama qədər Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. 10-15% ehtimalla isə Qazaxıstan arasındakı ekstratropik tipli siklon sisteminin Azərbaycan ərazisinə doğru daxil olması ehtimalı real zaman ərzində baş verərsə, aprel ayının 15-i, 16-sı və 17-sində də Qafqazın cənubunda qeyri-sabit hava şəraiti davam edə bilər. Bu barədə yenilənmiş məlumatların təhlilləri yayınlanacaq. Ümumilikdə ekstratropik siklon sistemləri hər 2 saat dəyişdiyi üçün bu sistemlər çox ciddi bir risk daşıya bilir. Bunun üçün də yenilənmiş məlumatların təhlilləri yaxın günlərdə kanalda yayınlanacaq. Bu günlük bu qədər. Növbəti günlərdə atmosfer proseslərində gözlənilən ən son dəyişikliklər haqqında Avropanın İsyanında Belev Hava Tələqatları Mərkəzinin 100-dən artıq alt mənbə modellərindən istifadə edərək və eyni zamanda lazım gələrsə Alman modellərindən, Rusiya modellərindən, eyni zamanda Yapon modellərindən istifadə edərək ən son təhlillər haqqında kanalda yenilənmiş məlumatların təhlilləri yayınlanacaq. Çünki bəzən bir model, bir quruluşun modeli hava analizlərini dəqiq göstərə bilmir. Biz onun üçün də daha dəqiqləşmə məlumatlar üçün dünyanın qlobal miqyasda olan qlobal modellərindən müraciət edirik. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayınlanacaq.